Hz. Peyğəmbərimizdən hədisdir ki, əgər bu ümmət bilsə ki, mübarək Ramazan ayının fəziləti nə boydadır, 11 ay fəryad eləyərək bu ayı gözləyərlər. Bu ay ilahi süfrədir. Amma qəribə bir məsələ var ki, ilahi süfrə, amma maddiyyat yoxdur. Maddi heç nə yoxdur. İlahi süfrə ac qalanda olur. Allah Teala bizə göstərir ki, yəni dünyanın nemətləri ki var, bəzi o halal nemətlər, onları saxlayın, mənəvi bir aləm açılsın sizin üçün. Və bu bir işarədir, hələ ümumi bütün insanlar üçün. Söhbət hələ iman gətirənlərdən getmir, bütün insanlar üçün bir işarədir ki, insan iki hissədən ibarətdir, maddi və mənadan. Əgər məna aləminə girirsənsə, maddi aləmdən uzaqlaşmalısan. Yəni, bunların ikisi bir arada əmələ gəlmir. Bu aləmə girmək istəyirsənsə, o aləmi tərk eləməlisən.